Salam, hər vaxtınız xeyir. 6-cı sinif dərsliyi üzrə mövzu izahlarına qaldığımız yerdən davam edəcəyik. Səhifə 22-23-ə baxacağıq bu gün. Mən hər zaman olduğu kimi qısa izah verib, sonra fəaliyyət hissəsindəki tapşırıqlara keçəcəyik. Biz keçən dərsimizdə miqyasın, yəni məkanın miqyasının növlərini öyrəndik. Lokal, regional və qlobal. Bu dərsimizdə hər hansı bir hadisənin və ya prosesin lokal məkandan qlobal məkana qədər yayılmasını və ya təsirini öyrənəcəyik və bunu konkret misallarla izah edəcəyik. Bu hissədə biz Türkiyənin Trabzon şəhərindən bir mənzərə görürük. Bu mənzərə Uzungölün mənzərəsidir. Göründüyü kimi Trabzon şəhəri turizmin inkişafına görə Türkiyənin seçilən şəhərlərindən biridir. Bu şəhər turistlərin axın etdiyi şəhərlərdən biridir. Uzungöl ərazisi həm təbii gözəlliyi, həm də tarixi abidələrinin zənginliyi ilə turistlərin diqqətini daim cəlb etmişdir və Türkiyənin Trabzon kimi turistlərin diqqətini cəlb edən çoxlu sayda belə şəhərləri var. Bu da Türkiyənin nəinki regionda, hətta qlobal miqyasda turizmin lider ölkələrindən birinə çevrilmişdir. Görürsünüzmü? Hər hansı bir dövlətin lokal ərazisi, yəni kiçik bir ərazisi onun qlobal miqyasda tanınmasına gətirib çıxarır. Bu, lokal miqyasdan qlobal miqyasa çıxmadır və ya başqa misal gətirə bilərik. Bu, dərslikdə də misallarla göstərilib. Dərslikdə Şanxay şəhərinin timsalında verilib bu. Belə ki, coğrafiyanın öyrəndiyi sahələrdən biri də əhali və onun yayılmasıdır. Bu mövzuya aid bayaq da dedik, dərslikdə Şanxay şəhərindən misal gətirilib. Şanxay şəhəri xəritəyə də baxsaq, göstərim sizə xəritədə. Baxın, bircə dəqiqə. Şanxay şəhəri burada yerləşir, göstərim. Yansızı çayının sahilində yerləşir. Sakit okeana çıxışı var və bütün bunlar iqtisadiyyatın inkişafına çox böyük təsir göstərmişdir. Bu da əhalinin bu şəhərdə daha çox cəmlənməsinə gətirib çıxarmışdır. Şanxay Çinin ən çox əhalisi olan şəhərlərindəndir və eyni zamanda regionun da ən iri ticarət və mədəniyyət mərkəzlərindən biridir. Görürsünüzmü? Hər hansı bir şəhər, yəni hər hansı ölkənin bir şəhəri mədəniyyət mərkəzləri bayaq dedik, inkişaf edib Şanxayda və bu da həmin şəhərin ölkəyə təsirinə gətirib çıxarır. Yəni lokal miqyasdan regional miqyasa qədər həmin ölkənin inkişaf etməsinə səbəb olur, tanınmasına səbəb olur. Bu, lokal miqyasdan qlobal miqyasa yayılmadır, qlobal məkana yayılmadır. Sual 1. A və B təsvirlərinə əsasən sualları cavablandırır. Baxaq. A təsviri Uzungölün təsviridir, Trabzon şəhərindən. B-dəki Türkiyənin turizm xəritəsidir. İndi bizdən nə istəyir? A variantına baxaq. A şəklinin məkanın hansı miqyasına aid edə bilərsiniz? Baxaq, A şəkli bayaq da dedik, kiçik bir ərazi olduğu üçün təbii ki, məkanın lokal miqyasa aid ediləcək, məkanın lokal miqyasına uyğun gəlir bu təsvir, A şəkli. Keçdik B variantına. B xəritəsindəki obyektlərə başqa ölkələrdən çoxlu turistlər gəlir. Bu obyektlər ölkənin inkişafına hansı miqyasda təsir edir? Deməli, digər ölkələrdən gələn turistlər Türkiyənin qlobal miqyasda turizm sektorunda əsas rol oynadığını göstərir. C-yə baxırıq. B xəritəsi məkanın hansı miqyasını əks etdirir? Deməli, B xəritəsi turizm xəritəsidir, bayaq da dedik. Tarixi abidələr Türkiyə ərazisində göstərildiyi üçün bu regional miqyasa aiddir.
regional miqyasa aiddir. Sual 2. C şəklinə əsasən cavablandırın. C şəkli bu şəkillərdir. Deməli, şəkildə verilən turizm obyektlərinin aid olduğu ölkələri dünyanın siyasi xəritəsində tapın. Gəlin ilk öncə baxaq görək bu obyektlər nə obyektləridir və hansı ölkələrdə yerləşir. Birinci şəkildə biz Misir piramidalarını görürük. Təbii ki, bu Misir ölkəsinin ərazisindədir. İkinci şəkildə biz Uzungölün şəklini görürük və bu da bayaq dedik Türkiyənin ərazisindədir. Üçüncü şəkildə Hindistanda Tac Mahal məqbərəsidir. Dördüncü şəkil İtaliyada amfiteatrın binasıdır. Beşinci Ayasofya məscidi Türkiyədədir. C şəkli isə Çin səddidir, böyük Çin səddi. Bu isə Çin ölkəsinin ərazisində yerləşir. İndi gəlin bu ölkələri bir-bir göstərək. Deməli, biz Misirdən danışdıq. Misir ölkəsini Afrikanın siyasi xəritəsində göstərim daha aydın olsun. Baxın, Misir bu ölkədir. Afrikanın şimalında yerləşir və paytaxtı isə Qahirə şəhəridir. Digər ölkələrə baxaq. Çin. Çin dünyanın böyük ölkələrindən biridir. Baxın. Çin buradır. Paytaxtı isə Pekin şəhəridir. Hindistandan danışdıq. Hindistan Avrasiyanın cənubunda yerləşir. Paytaxtı isə Dehli şəhəridir. Sonra Türkiyədən danışdıq. Türkiyə Asiyanın cənub-qərbində yerləşir. Paytaxtı isə Ankara şəhəridir. Və son olaraq İtaliya ölkəsindən danışdıq. İtaliya Avropanın cənubunda yerləşən bir ölkədir. Paytaxtı isə Roma şəhəridir. Bütün bu ölkələri biz siyasi xəritədə göstərdik. İndi qaldığımız yerdən davam edirik. B-yə baxırıq, şəkillər məkanın hansı miqyasını göstərir. Bu şəkillərdə kiçik bir ərazi təsvir olunduğu üçün, yəni hər hansı bir ölkənin kiçik bir ərazisi təsvir olduğu üçün biz bunu lokal miqyasa aid edəcəyik. Yəni məkanın lokal miqyasına aiddir bu şəkillər. Keçdik üçüncü suala. D, Y və F şəkillərinə əsasən sualları cavab verin. Baxaq, D şəkli budur, Y bir də F. A variantındakı suala baxırıq. D şəkli hansı məkan miqyasına aiddir? Baxırıq D şəklinə. Şanxay şəhərinin küçələrindən biridir bura. Yenə kiçik bir ərazi olduğu üçün biz bu şəkli lokal miqyasa aid edəcəyik. Kiçik ərazilər lokal miqyasa aid edilir. B-yə baxırıq. Y təsviri hansı məkan miqyasına aiddir? Y-də nə təsvir olunub? Y-də Çinin əhali sıxlığı təsvir olunub. Yəni Çinin əhali sıxlığı xəritəsi olduğu üçün bu təbii ki, regional miqyasa aiddir. Yəni digərinə nəzərən daha böyük ərazi təsvir olunduğu üçün biz bunu regional miqyasa aid edəcəyik. C-yə baxırıq. Y və F təsvirlərinin oxşar və fərqli cəhətləri hansılardır? Baxırıq Y-yə. Y-də Çinin əhali sıxlığı xəritəsi, F-də isə dünyanın əhali sıxlığı xəritəsidir. Hər iki xəritə əhali sıxlığının paylanmasını göstərdiyi üçün bu oxşar xüsusiyyətə aiddir. Lakin Y xəritəsində sadəcə bir ölkədə olan əhali sıxlığı təsvir olunub. F xəritəsində isə dünya miqyasında təsvirdir. Dünya ölkələrində olan əhali sıxlığının xəritəsidir. Bu da fərqli cəhətdir. Keçdik dördüncü suala. Şəkildə Çinin Şanxay şəhərinin sakinlərinin üç fikri ifadə edilmişdir. Bu şəkildən danışır. Bu şəkildən danışılır. A-ya baxırıq. A, B və C ifadələrinin lokal, regional və qlobal miqyasa uyğunluğunu müəyyən edin. Baxırıq.
A-da deyir, Şanxayda əhali sıxlığı yüksəkdir. Yenə hansısa bir şəhərdən danışılır. Yəni daha kiçik bir ərazidən danışıldığı üçün biz bunu lokal miqyasa aid edəcəyik. Yəni A lokal miqyasa aiddir. B-yə baxırıq, dünyada çinlilərin sayı artır. Yəni dünya olduğu üçün biz bunu artıq bilirik ki, bu qlobal miqyasdır. Əgər dünyadan söhbət gedirsə, həmişə yadınızda saxlayın, bu qlobal miqyasa aiddir. C-yə baxırıq, əhali sıxlığı az olduğu üçün Uhana köçmək daha əlverişlidir. Yəni bir şəhərdən digərinə köçdən danışılır. Yəni ərazi genişlənir. Biz bunu regional miqyasa aid edəcəyik. B-yə baxırıq. Fərqli məkan miqyasında ifadə edilən fikirlər arasında hansı əlaqə var? Deməli, biz ifadələri təhlil etdikdə, yəni verilən bu ifadələri təhlil etdikdə tək bir problem ortaya çıxır ki, bu da əhali sıxlığıdır. Məsələn, bir şəhərdən digərinə köçmək istəyi, dünyada ən çox əhalinin bu ölkədə olması və s. Burada problem müxtəlif məkan miqyaslarına görə qiymətləndirilir. Belə. Bu qədər. Ümid edirəm ki, bu dərs sizlər üçün faydalı oldu. Əgər faydalı oldusa, kanalımıza abunə olub, videolarımızı bəyənib paylaşmağı unutmayın. Gələn dərs izahlarında görüşmək üzrə hər birinizə uğurlar arzu edirəm.